Biz elə bütün bu istiqamətlər üzrə siyasi şərhçi Rəşad Bayramovla danışacağıq. Rəşad bəy, zəhmət olmasa masamızın ətrafına buyurun, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Xoş gördük. Rəşad bəy, əvvəlcə istəyərdim ki, bu seçkinin nəticəsi ilə bağlı tamaşaçılarımıza daha aydın izah verək. Yəni 50%-dən az səs toplayıb, amma bu deməkdir ki, həm də qələbə qazanıb. Bunun əksini deyənlər də var. Studiyamızda da səsləndirilib ki, 50%-dən çox toplamayıbsa, bunu mütləq qələbə hesab etmək olmaz. Ermənistandakı seçki prosesini nəzərə alaraq tamaşaçılarımız üçün tam sadə formada prosesləri izah etməyinizi xahiş edəcəm. Əvvəla oradan başlayaq ki, nəticə prinsipcə gözlənilən idi. Yəni, məlum idi ki, Paşinyan bu və digər şəkildə seçkilərdə hakim partiyanın qələbəsini təmin edə biləcək və o da məlum idi ki, bu seçkilərdəki səs bundan əvvəl toplanan səslə eyni olmayacaq, yəni nüfuz aşağı düşüb. Doğrudan da keçən il son seçkilərdə 54%-dən artıq səs toplayan hakim partiya artıq 49% səs topladı bu seçkilərdə. Amma bu, əgər biz Ermənistandakı, belə deyək, seçki məzəlləsini və mürəkkəb proporsional sistemi nəzərə alsaq, onda deyə bilərik ki, prinsip etibarilə Paşinyan seçkilərdə 50%-dən aşağı səs toplasa da, bu parlamentin 101 nəfəri parlamentdə də 50%-dən aşağı deputatla təmsil olunmaq demək deyil. Çünki Ermənistan seçki məzəlləsinə görə birincisi 3 partiya, minimum 3 partiya parlamentdə təmsil olunmalıdır. Yəni, hətta təsəvvür eləyək ki, Köçəryan partiyası parlamentə keçmək üçün barajı aşmasaydı belə, ona əlavə səslər veriləcəkdi və o barajı aşmış kimi göstəriləcəkdi. Yəni, minimal 3 partiya təmsil olunmalıdır deyə Köçəryanın partiyası təmsil olunacaqdı nəticə etibarilə. Biz elə rəqəmlərə baxanda güclü Ermənistan partiyalar blokunu görürük. Burada Samvel Karapetyanın rəhbərliyi elədiyi Ermənistan bloku, bu da Köçəryanın. Yəni, bu 3 partiya mütləq parlamentdə təmsil olunmalıdır. Mütləq şəkildə təmsil olunmalıdır. Çiçəklənən Ermənistan partiyası da prinsipcə 4% toplayıbdır. Yəni, biz bilirik ki, parlamentdə təmsilçi üçün 4%lıq barajı keçmək lazım idi. İndi təbii ki, seçkilərlə bağlı belə deyək, çoxlu sayda etirazlar, şikayətlər və s. də var. Ayrı-ayrı məntəqələrin nəticələrinin ləğv olunub-olunmamasından asılı olmayaraq Çiçəklənən Ermənistan partiyası, yəni Sarıkyan partiyasının parlamentə düşüb-düşməmək ehtimalı məsələsi də hələ ki ortadadır. Baxın, bu cədvələ baxanda biz burada təqribən, təbii ki, Birlik Qanadları partiyası artıq parlamentdə deyil, Babacanyan partiyası. O düşsəydi, mütləq şəkildə Mülki Müqavilə partiyası ilə koalisiyada olacaqdı. Çünki anti-Rusiya mövqeyində olan və qərbə inteqrasiya tərəfdarı olan bir partiyadır. Onun biz səslərini çıxanda yerdə qalan təqribən 88-89% səs görürük. Onda sual ortaya çıxır ki, bəs 11% səslər nə olacaq? Yəni, seçkidə iştirak edən bu və ya digər siyasi partiyaya və yaxud da bloka səs verən seçicilərin yerdə qalanlarının səsi nə olacaq? Ermənistan yenə də seçki məcəlləsinə görə həmin səslər barajı aşmış partiyalar arasında proporsional olaraq bölünür. Və məhz bu məqamda da Mülki Müqavilə partiyasının deputat yerləri artıq indi topladığı 49%-ə uyğun olaraq yox, yerdə qalan səslərin də üzərinə gəlməsi ilə formalaşacaq ki, bu da təqribən 60-61 deputatla Mülki Müqavilə partiyasının parlamentdə təmsilçiliyi deməkdir. Yəni 51 mandatı artıq keçmiş olur. Yəni, bəli, 51 mandatı keçmiş olur. Keçən seçkilərdə 71 mandata sahib idi və faktiki olaraq 9-10 mandat itirir hakim partiya. Bu da o deməkdir ki, tək başına hökumət qurmaq üçün yetərli olsa da Paşinyanın indiki səsləri, amma konstitusiyon üstünlük, yəni bundan əvvəlki parlamentdə olduğu kimi konstitusiyon üstünlüyə malik deyil. Və faktiki olaraq bu da o deməkdir ki, bundan sonraki mərhələdə Paşinyanın partiyasının referendum keçirtmək, konstitusiya islahatları həyata keçirtmək və s. kimi məsələlərdə problemləri belə deyək, ortaya çıxacaq. İmkanları məhdudlaşır yəni. Məhdudlaşmış olacaq. Amma yenə deyirəm, Çiçəklənən Ermənistan partiyası burada belə deyək, həll edicidir və açar rolunu oynayır. Onun parlamentə düşməsində bir ssenari ola bilər, düşməməsində başqa bir ssenari ola bilər. Yəni, onların da səslərinin parçalanması və bölünməsi məsələsi ortaya bilər ki, o zaman Mülki Müqavilə partiyası bəlkə də gəlib konstitusiyon
belə deyək, çoxluğa da nail ola bilər. Amma istənilən halda əgər həmin partiya parlamentə düşsə belə, düşünürəm ki, növbəti mərhələdə biz hər nə qədər bu günləri radikal bir-birinə qarşı antagonist mövqedə dayansalar da, Paşinyan, Sarukyanın belə deyək, sement istehsalı müəssisələrinin və s. milliləşdirilməsi ilə bağlı bəyanatlar versə də, amma həmin şəxsin öz tərəfinə çəkmə ehtimalları da var. Paşinyanın, yəni gələcəkdə o konstitusiya dəyişiklikləri və s. ilə bağlı. Odur ki, indiki nəticələr onu deməyə əsas verir ki, bəli, Paşinyan qalib gəldi və gözlənildiyi kimi Rusiyada istəyinə nail oldu prinsip etibarilə. Yəni Rusiya əvvəldən bilirdi ki, indiki namizədlərlə və bu cür belə deyək, müxalifətlə Paşinyana qalib gəlmək mümkün olmayacaq. Əvvəldən də qarşıya qoyulan məqsəd bu və ya digər şəkildə indikindən daha çox, yəni son seçkilərdən daha çox özünə bağlı müxalifətin parlamentə düşməyi və Paşinyanın davamlı təzyiq altında saxlanmasından ibarət idi ki, Rusiya tərəfi də prinsip etibarilə bu mənzərədə istəyinə nail olmuş kimi görünür. Düşünürəm ki, bundan sonraki mərhələdə etirazlar olsa da ölkə daxilində, amma böyük ölçüdə seçkilərin nəticələrinə bu və ya digər şəkildə belə deyək, təsir etməyəcək. Xüsusən də onu da nəzərə alaq ki, beynəlxalq birlik də faktiki olaraq, xüsusən də Avropa institutlarında faktiki olaraq seçkilərdə böyük ölçüdə belə deyək, problemlərin olmadığı və s. ilə bağlı bəyanatlarla çıxış edirlər. O da əslində məsələ Ermənistan olanda. O da gözlənilən idi və amma biz elə Fransa prezidenti Paşinyanın xeyrinə deyir ki, saxtakarlıqlar, bəzi müdaxilələr, daha doğrusu o Rusiya saxtakarlıqlar tərəfindən yox. müdaxilələrdən O Rusiya danışır. tərəfindən müdaxiləni diqqətə çəkir. Açıq danışmaq lazımdır. Yəni biz əvvəldən də qeyd eləmişdik, elə sizin efirdə də bu məsələni müzakirə eləmişdik və onda da mən demişdim ki, Paşinyan üçün bir kart blanş verilib və yol açılıb, seçki nəticələrini saxtalaşdırsa belə mütləq şəkildə hakimiyyətini qoruyub saxlamaq məcburiyyətindədir və Qərb bu məsələdə tam dəstəyini ifadə eləyəcək. Elə də oldu, biz ATƏT tərəfindən, Demokratik Təsisatlar İnstitutu tərəfindən hər hansı bir qeyri-adi saxtakarlıqlarla bağlı bəyanatları eşitmədik. Amma faktiki olaraq, məsələn, 30 min seçicinin seçici siyahılarına salınmaması məsələsi və yaxud da bu və ya digər şəkildə seçki məntəqələrində baş verənlər, 44%-ə yaxın seçki məntəqəsində bu və ya digər şəkildə pozuntuların olması haqqında ilkin rəylər var. Bütün bunlar ona deməyə əsas verir ki, bəli, təkcə belə deyək, Rusiya tərəf müdaxilə eləməyib seçkilərə, təkcə Qərb tərəf müdaxilə eləməyib seçkilərə, hakimiyyət özü də resurslardan və s. istifadə eləyib. Bizim üçün sülh prosesinin davamlılığı əsası idi və Paşinyanın bu və ya digər şəkildə mövqələrini qoruyub saxlaması vacib idi. O baxımdan bizim üçün belə deyək, ümidvericidir ki, Paşinyan qaldı və İlk elə mətbuat konfransında da sülh prosesi ilə bağlı açıqlamalar verməsi, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı bəyanatlar verməsi o ümidi formalaşdırır ki, bəli, bu istiqamətdə hansısa konkret addımlar atacaq. Amma yenə deyirəm, indiki mərhələdə biz tez bir zamanda saziş imzalamağa çalışacağıq, sülh sazişi imzalamağa çalışacağıq və s. kimi məsələlər inandırıcı deyil. Çünki ortada Azərbaycanın konkret mövqeyi var və konstitusiya dəyişikliyi həyata keçirilmədən hər hansı bir sazişin imzalanması mümkünsüzlüyünü Paşinyan özü də kifayət qədər yaxşı bilir. Rəşad bəy, qeyd olunurdu ki, Paşinyan lazımi səsi toplaya bilməsə, o zaman müxalif bloklarla koalisiya qurmaq məcburiyyətində qalacaq. Artıq bu senaridə buna ehtiyac yaranmadığını biz görürük. Hökumət qurmaq üçün ehtiyac yox. Hökumət formalaşdırmaq üçün, bəli, artıq koalisiyaya girməyinə ehtiyac yoxdur və əvvəlcədən hətta Rusiyanın bu senarinin reallaşmasını istədiyi də qeyd olunurdu. Buna çalışırdı ki, koalisiyaya girmək məcburiyyətində qalsın, daha çox səsə sahib olsun Rusiya. Yəni bunu məcazi mənada səsə sahib olsun deyirəm. Davamlı təzyiq altında saxlamaq üçün. Bəli, Paşinyanı indi bu şərtlər altında, əgər müxalifətlə koalisiyaya girmək məcburiyyəti yoxdursa, tək başına hökuməti formalaşdırmaq iqtidarındadırsa, Hakim Vətəndaş Müqaviləsi Partiyası, o zaman Rusiyanın təzyiqlərini, təsirini də müəyyən qədər bloklamaq imkanı yaranırmı, yoxsa yenə də biz bunu tam olaraq deyə bilmərik? Baxın, söhbət nədən gedir? Bu günləri Rusiya hər nə qədər seçki öncəsi Ermənistana maksimal, belə deyək, təzyiqdən istifadə etsə də, amma biz real rıçaqlardan istifadəni görmədik axı. Biz qazın qiymətinin artmasını görmədik.
Biz Ermənistana belə deyək, elektrik enerjisi ötürülməsi ilə bağlı fasilələrə şahidlik etmədik. Biz Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxarılması və yaxud da digər məsələlərə heç birinə şahidlik etmədik. Biz sadəcə bəyanatlara şahidlik etdik və ayrı-ayrı kiçik, nə bilim, Ermənistanda istehsal olunan mineral suyun Rusiya bazarlarına buraxılmaması, nə bilim, gülün buraxılmaması və s. kimi məsələlərə şahidlik etdik. Bu böyük ölçüdə Ermənistan iqtisadiyyatına elə böyük təsir eləmirdi. Böyük təsir əldə olan böyük rikaklar idi ki, Rusiya onlardan istifadə eləmədi. Çünki baxın, söhbət nədən gedir? Rusiya üçün bu günləri o təzyiq ona görə lazım idi ki, insanlarda Ermənistan daxilində bir xof yaratsın. Və Paşinyanın qələbəsi halında Rusiya bu təzyiq rikaklarını işə salacaq və nəticə etibarilə Ermənistan çox ağır duruma düşəcək mesajını verirdi Rusiya. Seçki bitdi. Yenə deyirəm, Rusiya, bəli, Paşinyana tək başına hökumət qurmağa mane ola bilmədi. Amma böyük ölçüdə ölkənin siyasi kursu ilə bağlı. Yəni, sabahları tutaq ki, Paşinyan Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirmək istəyirsə, bu günlər Rusiya hər nə qədər bununla bağlı çağırış eləsə də, bu ilk növbədə parlamentdə 3-2 ilə qəbul olunmalıdır bu qərar. Bu qərarın qəbul olunmama ehtimalı var. Yəni, konstitusiya çoxluğunu əldə edə bilmir deyə bu məsələdə 3-2 səs çoxluğuna sahib olmasa sahib deyil və mütləq şəkildə gedə bilməyəcək buna. Mütləq şəkildə Rusiyanın nəzarətində olan müxalifətlə bu və digər şəkildə nələrisə razılaşmaq məcburiyyətində qalacaq. Bunu Paşinyan da kifayət qədər yaxşı bildiyi üçün, yenə deyirəm, ilk mətbuat konferansında elə verdiyi bəyanatlardan biri də o idi ki, biz Avrasiya İqtisadi İttifaqında fəaliyyətimizi davam etdirəcəyik. Mən ilk səfərlərimdən birini Rusiya eləyəcəyəm, Putinlə görüşəcəyik, münasibətlərimizi yaxşılaşdıracağıq və s. və ilaxı. Bu günləri Rusiya ilə münasibətləri kəskin şəkildə, belə deyək, baltalamaq Ermənistanın maraqlarında deyil, çünki Ermənistanın hələ alternativləri formalaşmıyor. Rusiyanın Ermənistanla münasibətləri baltalamaq da rəsmi Kremlin marağında deyil, çünki bu günləri hər nə qədər olsa da Cənubi Qafqazda forpos rolunda çıxış eləyən ölkə faktiki olaraq Ermənistandır. Yəni, bu günləri Gürcüstanda bu və digər şəkildə bir hakimiyyətlə müəyyən münasibət olsa da, amma xalq tərəfindən bir məsafədə dayanır. Azərbaycana bu və digər şəkildə təsir imkanları yoxdur. Ermənistanda qoşunu var, Ermənistanda iqtisadi təsir imkanları var və bu ölkənin qurulub yaradılmasında və ayaqda durmasında da Rusiyanın rolu ortadadır. Ona görə də onu əldən buraxmaq istəməyəcək və özündən itələmək istəməyəcək. Ona görə düşünürəm ki, biz indiki o kəskin qarşıdurma ki var, o ritorika, bir-birinə qarşı sərt bəyanatlar, seçkilərdən bir müddət sonra olan hamısı arxa plana keçəcək. Rəşad bəy, biz seçki saxtakarlığından, seçkidə pozuntulardan danışırıq. Siz az öncə də dediniz ki, çiçəklənən Ermənistan Partiyasının səsləri bu baxımdan kritik ola bilər. Yəni, əgər hesablansa ki, burada saxtakarlığa yol verilib, əslində 4%-lik o bariyeri aşa bilməyib, misal üçün 3,9%-dir. O zaman çiçəklənən Ermənistan Partiyasının səsləri də ilk 3 partiya arasında bölünür. Daha çoxu Mülki Müqavilə Partiyasına, çünki o 50%-ə yaxın səs toplayıb və yəni orada kim nə qədər səs toplayıbsa ona proporsional olaraq bu şəkildə bölünür. Təkcə çiçəklənən Ermənistan Partiyasının yox, eləcə də birlik qanatları və ondan aşağıda olan ümumiyyətlə 18 bilirikdə blok və siyasi partiya iştirakı olan hamısının səsləri faktiki olaraq proporsional olaraq bölünür və nəticə etibarilə yenə deyirəm, Mülki Müqavilə Partiyası 49-50 nəfərlə yox, 60-61 nəfərlə təmsilçilik hüququ əldə edir. Bunu yenidən niyə gündəmə gətirirəm? Əgər seçkidə müəyyən dəyişiklik olunsa, yəni nəticələrlə bağlı dəyişiklik edilsə və çiçəklənən Ermənistan Partiyası 4%-lik həmin o bariyeri aşmamış olsa, o zaman sizin fikrinizcə o konstitusiya çoxluğu məsələsi gerçəkləşə bilərmi? Yəni, nə dərəcədə real görünür bu rəqəmlərə baxanda? İndiki şərtlər daxilində, yəni parlamentin say tərkibi dəyişməsə, onun da dəyişmə ehtimalı var Ermənistan qanunvericiliyinə görə. İndi 101 deputatdan belə deyək, ibarət formalaşır, amma çox olur adətən. 4 etnik qrupa yerlərin verilməsi məsələsi var. Qeyd elədiyim kimi 3 partiyanın mütləq düşməsi məsələsi var. Yəni 107-yə və s. də qalxa bilir parlamentin say tərkibi. Əgər 101 nəfərlik parlamentdən söhbət gedirsə, 3-2-ni əldə etmək üçün Paşinyana təqribən 68 belə deyək, deputat yeri lazımdır. O baxımdan çiçəklənən Ermənistan Partiyasının bütün səslərinin belə Mülki Müqavilə Partiyasına verilməsi halında belə o 68 nəfər əldə edilə bilmir.
Nəticə etibarilə konstitusiya çoxluğuna sahib ola nail ola bilməyəcək. bilmir və sahib ola bilmir. Yəni deyirəm, burada təkcə indi Çəhlənən Ermənistan partiyası deyil, güclü Ermənistan bloku məsələn 23-dən %29%-dir. Onunla bağlı çoxlu şikayətlər var. Hakimiyyət yönümlü, belə deyək, müşahidəçilər və sairənin şikayətləri var, ayrı-ayrı məntəqələrlə bağlı. Müxalifətin özünün Mülki Müqavilə Partiyasının qalib gəldiyi seçki məntəqələri ilə bağlı şikayətləri var. Yəni, bunların hamısının araşdırılması və yenə deyirəm, seçkilərə təsir eləyə biləcək məntəqə nəticələrinin ləğvi situasiyanı dəyişə bilər. Amma indiki mərhələdə təkcə Çiçəklənən Ermənistan partiyasının səsləri ilə Mülki Müqavilə Partiyası yenə də konstitusiyon çoxluğu əldə edə bilmir. Üçbaşlı Müharibə Partiyası darmadağın edildi, dedi. Elə bu seçki kampaniyasının sonlarına doğru Paşinyan onlara ad da vermişdi. Üçbaşlı Müharibə Partiyası. Və təbii ki, güclü Ermənistan və Çiçəklənən Ermənistanı nəzərdə tuturdu. Artıq parlamentdə zaman-zaman hansısa qaydaların keçməsi üçün onların da dəstəyinə ehtiyacı olacaq. Az öncə də vurğuladıq. Çünki konstitusiya çoxluğunu əldə edə bilmir bununla Mülki Müqavilə Partiyası. Bəs bu qədər radikal, sərt açıqlamaların verilməsi fonunda necə? Həmin o bloklar, həmin o deyək ki, partiyalar nə dərəcədə Ermənistanın baş naziri Nikol Paşinyanın istəklərinə uyğun səs verəcəklər? Yəni, hansı bir uzlaşma tapma imkanı varmı? Niyə Paşinyan konstitusiya çoxluğu əldə etmədiyi halda yenə də Üçbaşlı Müharibə Partiyası deyir onlara? Baxın, Paşinyan əslində bu senariyada hazır idi. Prinsip etibarilə Paşinyanın biz seçki qabağı bəyanatlarına baxsaq, nəyə şahidlik eləyirik? Davamlı şəkildə deyir ki, oliqarxlar, siyasi proseslərdə olan oliqarxlar bu və ya digər şəkildə bu proseslərdən uzaqlaşdırılmalıdırlar. Bu nə deməkdir? Bu deməkdir ki, biz sabahları parlamentdə, belə deyək, Paşinyan hansısa bir məsələdə müxalifətin sərt təpkisi ilə belə deyək, üzləşəcəksə, o zaman biz növbəti mərhələdə yeni məhkəmə proseslərinə şahidlik eləyəcəyik. Ayrı-ayrı müxalif, belə deyək, siyasi partiyaların fəaliyyətinin dayandırılması və yaxud da kimlərinsə deputat mandatından məhrum edilməsi, deputat toxunulmazlığının əlindən alınması fonunda faktiki olaraq parlamentdə onların mövqələrini maksimum şəkildə zəiflətmə istiqamətində addımlar atacaq. Yəni deyirəm, birisi söhbət nədən gedir? Söhbət ondan gedir ki, bu günləri təkcə biz müxalifətlə iqtidar arasında mübarizə deyil də Ermənistan. Ermənistan həm də Qərblə Rusiya arasında mübarizə meydanıdır və Qərb də bu məsələdə tamamilə nə olmasından asılı olmayaraq Paşinyanın mövqələrini müdafiə eləyəcək. Yəni, o baxımdan nə baş verir, versin. Seçki günü bir əsas müxalif partiyanın qərargahına hücum olunub, oradakı bütün şəxslər götürülüb aparılırsa və buna da hər hansı bir bəyanat verilmirsə, deməli, bundan sonra da Paşinyan istədiyini rahat şəkildə təmin eləyə biləcək. Rəşad bəy, təşəkkürümüzü bildiririk sizə, minnətdarım. fikirlərinizi ifadə elədiyinizə görə.